İmam Hadi Aleyhisselamın şəhadət məclisidir. Başda İmam Zaman Əcəlallah Teala fərəcəhü şərif olmaqla siz möminlərə təsliyyət ərz edirəm. İmam Zaman Əcəlallah fərəcəhü şərifin zuhurunun təcilinə salavat hədiyyə edin. Allahümme salli ala Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Selamun ala ali Yasin. Sallallahu aleyhi ve sellem. Esselamu aleyke ya da'iyallahi ve rabbaniyye ayatih. Esselamu aleyke ya baballahi ve deyyana dinih. Esselamu aleyke ya halifetallahi ve nasira hakkih. Esselamu aleyke ya hüccetallahi ve delile iradetih. Esselamu aleyke ya taliya kitabillahi ve tercümanah. Esselamu aleyke fi ana ilaylike ve etrafi neharik. Esselamu aleyke ya bagiyetallahi fi ardih. Esselamu aleyke ya mithaqallahi allazi akhadahu ve bakkadah. Esselamu aleyke ya va'adallahi allazi daminah. Esselamu aleyke eyyuhel alemul mensub vel ilmul mesbub vel gavth ve'r-rahmetul vasi'atu va'dan gayra mekzub. Esselamu aleyke hine tegum. Esselamu aleyke hine teg'ud. Esselamu aleyke hine tegra'u ve tebeyyin. Esselamu aleyke hine tusalli ve tegnut. Esselamu aleyke hine terka'u ve tescud. Esselamu aleyke hine tuhallilu ve tukebbir. Esselamu aleyke hine tahmedu ve testağfir. Esselamu aleyke hine tusbihu ve tumsi. Esselamu aleyke fil leyli izâ yaghşâ ve nehâri izâ tecellâ. Esselamu aleyke eyyuhel imamul ma'mun. Esselamu aleyke eyyuhel mugaddemul ma'mul. Esselamu aleyke bi cevami'is selam. Uşhiduke ya Mevlay enni eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve enne Muhammeden abduhu ve rasuluh. Allahümme salli ala Muhammed. لا حبيب إلا هو وأهله وأشهدك يا مولاي أن عليا أمير المؤمنين حجته ولحسن حجته ولحسين حجته وعلي بن الحسين حجته ومحمد بن علي حجته وجعفر بن محمد حجته وموسى بن جعفر حجته وعلي بن موسى حجته ومحمد بن علي حجته وعلي بن محمد حجته والحسن بن علي حجته وأشهد أنك حجة الله أنتم الأول والآخر وأن رجعتكم حق لا ريب فيها يوم لا ينفع نفسا إيمانها لم تكن آمنت من قبل أو كسبت في إيمانها خيرا وأن الموت حق وأن الناكرا ونكيرا حق وأشهد أن النشر حق والبعث حق وأن الصراط حق والمرصاد حق والميزان حق والحشر حق والحساب حق والجنة والنار حق والوعد والوعد بهما حق يا مولاي شقي من خالفكم وسعد من أطاعكم فاشهد على ما أشهدتك عليه وأنا ولي لك بريء من عدوك فالحق ما رضيتموه والباطل ما أصححتموه والمعروف ما أمرتم به والمنكر ما نهيتم عنه
فنفسي مؤمنة بالله وحده لا شريك له وبرسوله وبأمير المؤمنين وبكم يا مولاي أولكم وآخركم ونصرتي معدة لكم ومودتي خالصة لكم آمين آمين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. Bismillahirrahmanirrahim ve bihi nestaîn ve huve hayrun nâsirun ve mu'in. Estağfirullah li ve lekum ve atubu ileyh. Nestağfiruhu ve nestainuhu ve huvel musta'an ala ma tesifun. Selamun aleyküm cemiyan ve rahmetullahi ve berekatuh. Aziz ve değerli kardeşler, hürmetli, mühterem meclis ehli ve Allah'ın aziz bendeleri inşallah. Her şeyden evvel mən öz təşəkkürümü bildirirəm. Siz əziz, dəyərli bu məscidə gələn qonaqlar, qardaşlara görə hamınızı salamlayıram. Allahın rəhməti, bərəkəti üzərinizdən əksik olmasın inşallah. Allah bu birliyimizi, vəhdətimizi davamlı, bərəkətli, nümunəvi qərar versin inşallah. Əlbəttə ki, hamımıza məlumdur ki, artıq Rəcəb ayı daxil olub. Bugündən artıq 3-cü gecədir. Əlbəttə bu ayın özünə məxsus əlamətlər, günləri var və fəziləti var. Allah yanında rəhməti var, bərəkəti var. Çox danışmaq olar. Və bu ay əlbəttə ki, mövlud və şəhadət, xüsusilə də Həzrət Əleyhisselamın bu ayda dünyaya gəlişi, mövludu və Resulullahın Peyğəmbər seçilməsi, məbəs bayramı, həmçinin də 5-ci imamımızın dünənki gündə mövlud və təvəllüd günü, eləcə də bu gecə isə və sabah isə inşallah İmam Əli Nəqi Əleyhisselamın şəhadət gününə təsadüf eləyir. Bir tərəfdən biz şad oluruq ki, 5-ci imamımızı tanımışıq, onlara məhəbbətimiz var. Ən azı adları ilə tanışıq və onların haqq bilirik Allah yanında, Allahın höccətləridirlər. Bir tərəfdən də əlbəttə ki, İmam Əli Nəqi Əleyhisselamın şəhadəti bizlərə təsir eləyir. Bir şiə kimi, əhl-i beyt dostu kimi, əhl-i beyt tərəfdarı kimi qəmlənirik, kədərlənirik və xüsusilə də belə günlərdə İmam Zaman daha çox kədərlidir. Çünki zamananın imamının babasıdır, 10-cu imamımız İmam Həsən Əskər Əleyhisselamın isə atasıdır ki, Allahın salamı olsun Peyğəmbər və ali Peyğəmbərə inşallah. O hədis ki, məşhur bir hədisdir. Biz həmişə o hədisi çalışırıq ki, diqqət mərkəzində saxlayaq ki, özlərindəndir, yəni imamlarımızdan gəlib bizə çatıb. Xüsusilə də İmam Sadiq Əleyhisselamdan buyurur ki, bizim şiələrimiz, bizi sevənlər, bizim tərəfdarlarımız olardı ki, o insanlardır ki, bizim şad günümüzdə şadlanar, qəmli günümüzdə qəmlənərlər, kədərlənərlər. Yəni, şiənin bir əlaməti budur. Başqa xüsusiyyətləri də var. Əlbəttə ki, misal üçün, namazı vaxtında qılmaq, əmanətə xəyanət etməmək, danışanda düz danışmaq, verdiyi sözə əməl etmək, təqvalı olmaq, imanlı olmaq, Allahın halalını halal bilmək, haramını haram bilmək, elmli olmaq, mərifətli olmaq və digər xüsusiyyətlər ki, bir xüsusiyyəti ilə ki, biz tanışıq və biz əlbəttə buna etiqadımız var ki, 12 imam haqdır, Allah tərəfdən seçiliblər, Peyğəmbərin əhl-i beytidir və Peyğəmbərin bizim üçün qoyub getdiyi əvəz olunmaz
İkincisi, rəqibi olmayan, misli olmayan o dahi şəxsiyyətlərdir. Quran-ı Kərim başda olmaqla. Bayaq da bizim əziz qardaşımız Ziyarət aliyasında o müəyyən məsələləri ki qeyd elədi. Biri də bu idi ki, 2 dənə cümlə orada yadımda qaldı. Əsas bizim əlbəttə prinsipimiz, məqsədimiz bu olmalıdır ki, buyurur ki, sizə qarşı çıxan bədbəxt oldu, sizə itaat eləyən xoşbaxt oldu. Diqqət edin. Yəni 2 cümlə barəsində düşünməyə dəyər. Sizlər əlbəttə kimlərdir? Peyğəmbərdən sonra onun əhl-i beytidir ki, başda Həzrət Əleyhisselam olmaqla ta ki sonuncu imamımız Allahın Hüccəti İbn Həsən İmam Zaman Aliyə qədər ki, yəni bunlar haqdır. Çünki bunlar Allah tərəfdən seçilibsə, bunlar heç vaxt şəxsi mənafəyə görə özlərini düşünüb iş görməzlər. Yəni Allahın həmişə dinini qabağa aparmaq üçün, insanları maarifləndirmək üçün və insanların dünya və axirətin saadətini başa salmaq üçün, düz yol göstərmək üçün bunlar əlbəttə canından belə keçməyə hazırdırlar. Necə ki İmam İsa Əleyhisselam bu cür elədi. Həzrət Əleyhisselamın özü olsun. Ondan sonraki imamlar olsun. Bunlar o qədər Allahın aşiqidirlər ki və istəməzlər ki Allah narazı, Allaha salam bir iş görsünlər. Odur ki Allah da bunları çox istəyir, bunlar da Allahı çox istəyirlər. Allah da bunlara məhəbbəti həddən artıqdır. Bunların da Allaha məhəbbəti daha çoxdur. Odur ki, Allah da bunları sevəni sevir. Bunları düşmən olandan düşmən olur. Həzrət Əleyhisselam başqa bir hədisi yadıma düşdü. Çox dəyərli, qiymətli cümlədir. Bu ki, hər insanın 3 dostu, 3 düşməni var. Diqqət edirsiniz. Biri odur ki, öz düşmənin sənə düşməndir. İkinci, dostluğun düşməni sənə düşməndir. Üçüncü, düşmənin dostu sənə düşməndir. O birisi yer ki, 3 dənə dostun var, öz dostun sənə dostdur. Dostluğun dostu sənin dostundur. Əgər Allah sənin dostundursa, imamlar, peyğəmbərlər də Allahın dostudursa, demək, bunları dost seçib, bunlara itaat eləmək, bunların yolu ilə getmək, bunların sözündən çıxmamaq, imanın, şiəçiliyin, müminin əsas xüsusiyyətlərindən biridir. Bir nəfər gəldi, İmam Baqir Əleyhisselamın elə özünə, Allahın salamı olsun ona, soruşdu ki, ey Peyğəmbər övladı, mən necə bilim cənnət əhliyəm, yoxsa cəhənnəm əhliyəm? Dedi ki, sən bizi sevirsən, məhəbbətin var, dedi, bəli, əlbəttə ki. Dedi, onda sən cənnətdəsən. Allahdan istə ki, səni o cənnətdən çıxartmasın. Yəni, nə vaxta qədər ki, bizlə dostsan, o cənnətin ətrini dadacaqsın. Dünyanın cənnəti ahirətdə də öz yerində. Yox, elə ki, artıq bizlə düşmən oldun, kin-küdrət oldu, ədavət oldu, bizə qarşı üsyan elədin, bizə müxalif oldun, onda artıq, əlbət sən artıq Allah rəhmətindən özünü kənar eləmirsən və cəhənnəm qapılarını üzvə açmışsan. Odur ki, o səbəbkar ki, bizim 10-cu imamımız Əliyən Nəqidir ki, tarix yazır ki, Zilhiccə ayının 15-də dünyaya gəlib, Mədinə şəhərində. O şəhər ki, Rəsulullahın şəhəridir, o şəhər ki, çox əzəmətli, bizim üçün dəyərli, qiymətli bir şəhərdir. Ki, orada Peyğəmbər o şəhərə yaşayışı ilə, həyatı ilə, vəfatı ilə bir şərəf verib, şərafət verib. Allah bizlərə inşallah Rəsulullahın o şərafətli qəbrinin yaxından görməyini mərifətlə nəsib eləsin inşallah. Və buyurur ki, o şəhərdə dünyaya gəldi. Tarix bir yerdə mi oxudum ki, 40 yaşında, bir yerdə yazılmışdı, 42 yaşında şəhadət şərbətini içmişdi. Və buyurur ki, köçdü, hicrət elədi, atası İmam, oğlu İmam Həsən Əskəri Əleyhisselamla birlikdə Məmunun, üzrə Mütəvəkkil Əbbasinin əmri ilə sürgül olundu. Çünki o vaxtı Əbbasilər xilafəti, təbii ki, Bəni Üməyyədən sonra onların xilafəti davam edirdi və neçə xəlifəni görmüşdü İmam Əliyən Nəqi Əleyhisselam, Mütəvəkkil Əbbasi, ondan sonra Mu'təzim Əbbasi idi ki, ya Mu'təzil, ya Mu'təzim,
Yəni onun vasitəsilə tarix yazır ki, zəhərləndi və zəhərin nəticəsində xəstəliyə düçar oldu və çox keçmədi ki, Allahın görüşünə getdi və bu fani dünyanı tərk elədi. O ki, buyurur ki, hicrətin 254-cü ilində, hicr qəməri ilə götürsək, hicrətin 254-cü ilində Rəcəb ayının 3-də, bir yerdə də oxudum, Səfər ayında şəhadətə çatıb. Amma o bir o qədər zəif bir sənəddir. Əsas mötəbər sənəd, dəlil, sübut kimi İslam tarixi kitablarında Rəcəb ayının 3-ünü deyirlər, alimlər qeyd edirlər. Rəcəb ayının 3-də təbii ki, 40 yaşıya, 42 yaşında bu fani dünyadan getdi. Nəyə görə məsumlar görəsən bu cür amansızcasına şəhadətə çatırlar? 11'nin həyatına baxsaq, ikisi zəhər, ikisi qılıncla bilirsiniz ki, şəhadətə çatır. İmam Əleyhisselam və İmam Hüseyin Əleyhissalatu vəssalam. Amma yerdə qalanlar isə zəhər vasitəsilə zəhərləniblər. Əlbəttə ki, Əleyhissalam bunun bir neçə səbəbləri var. İnşallah diqqət eləyə qardaşlar. Bir səbəbi odur ki, onların zamanında, əslində yaşayan o dövrün xəlifələri bu imamların insanlar tərəfdən mehribanlıqla, gülərüzlə, hörmət, ehtiramla qarşılanmağına dözə bilmirdilər. Yəni, bunun bir səbəbi həsədə qayıdır. Həsəd. Quran-ı Kərimdə də qardaşlar, Quran oxuyanlar bilir, 113-cü surədə Fələq surəsi var. 5 ayədən ibarətdir. O surənin bir ayəsi də budur. Allah Peyğəmbərə deyir ki, وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدٍ. Yəni, sən sığın Allaha, həsəd edən vaxtı həsəd edənin şərrindən. Həsəd sözünün mənası öz dilimizə bir kəsin əlində olanına, uğruna, qabağa getməyinə dözə bilməmək və paxıllıq hissi keçirmək. Əgər aradan görsən, sıradan görsən günahkar bir insan başqasının nəsə bir balaca müvəffəqiyyətinə dözə bilmir. Çünki qəlbdə iman yoxdur. Ona görə paxıllıq hissi keçirir. Çünki münafiq paxıl olar, mömin qifdə eləyər, ürəyi açıq olar, ürəyi geniş olar, təvəzzükar olar. Haradaydı mütəvəkkil Əbbasidə o cür mömin iman ki, yaxud da ki, ondan sonrakilər olsun ki, imamlara bu qədər məhəbbət göstərsinlər. Zahirdən nəyə görəsə eləyiblər, amma yenə də öz şəxsi mənafilərinə görə. Çünki imamların nüfuzlarından qorxurdular, narahat idilər. Xüsusilə də mütəvəkkil Əbbasi İmam Əli Ən-Nəqini öz sarayına, huzuruna çağıranda ki, ondan deyək bir nəsə məsləhət alır, bir sualı var, bir sözü var. Gəlib imama çatdırdı bir nəfər ki, üzr istəyirəm mütəvəkkil Əbbasiyə. İmam deyir, qapıları açmır, qapılar özü açılır. Hansı qapıya çatanda özü açılır. Pərdələr özü qalxır. Bu imamın kəramətidir. Əlbəttə ki, bu mütəvəkkil Əbbasini narahat edəcək. Nüfuzundan qorxaraq və bir gün qərara gəlir ki, istir məmun olsun İmam Rızanın barəsində, istir Harun Ər-Rəşid olsun İmam Kazım Əleyhisselamın barəsində. O planlar, məkirli planlar, kin-küdrətlər, qəlbin qaralığı və niyyətin şər olması və imanın olmaması, Allah qorxusunun olmaması onları hər bir yol ayrıcında qoyur və hər bir işi görməyə, cinayətə əl atmağa vadar edir. Təki mənim səltənətim toxunulmaz olsun, təhlükə məndən uzaq olsun. Amma bunlar Allahın hüccətidir. Bunlar qətlə yetirilsə də haqdılar və yaxud da ki, öz zamanında yaşayıb, öz işlərini görürlər, vəzifələrini icra edirlər. Yeri gələndə insanları maarifləndirirlər,
tələbə yetişdirirlər. Mesela İmam Nəqi Əleyhisselam barəsində bir yerdə oxudum bugünkü, bir neçə tələbələr yetişdirib, şəriət məsələləri üzrə, hədis elmi üzrə, o tələbələr ki, bəzilərinin adları, misal üçün, onlardan biri Fəzl ibn Şazan Nişapuri, biri o olub, 20-30 cild kitab yazıb, elmi baxımından. Gör imam özü nədir? Əgər ustadı özü bu cürətsə, gör onun müəllimi hansı bir səviyyədədir. Çünki bunlar elm xəzinəsidir. Yox da Əhvazı adında başqa biri olsun. Həsəni demək Rey şəhridə yaşayan İmam Həsənin nəslindən olan bir şəxs ki, indi hal-hazırda qəbri Rey şəhərindədir. Orada yaşadı, xəstələndi, vəfat elədi, qəbri şərif. O da İmam Nəqi Əleyhisselamın şagirdlərindən, tələbələrindən olur. Yəni, bunlar bu cür şəxsiyyətlər tərbiyə ediblər. Bunların işləri insanları maarifləndirməklə, cəmiyyətə xidmət eləməklə, həm maddi cəhətdən, həm mənəvi baxımından bu cür olub ki, yəni Allah üçün yaşayıblar və Allah üçün də təbii ki, canlarından geri gələndə keçiblər. Odur ki, bugün biz çox Allaha şükür edirik ki, öz adımdan deyirəm, olduğu kimi olmasa da imamlarımızı mərifətimiz qədər tanımağa çalışırıq. Ki, onlar hansı bir məqam sahibi idilər. Allah yanında hansı hörmətə, diqqətə layiq idilər. Həmçinin İmam Nəqi Əleyhisselamın əxlaqi xüsusiyyətləri biz cavanlara çox lazımdır. İnsanlıq qarşısında olanla mehriban rəftar edir. İnsanları heç vaxt aşılamırdı, onlara yuxarıdan aşağı baxmırdı, kobud rəftar etmirdi. Əl açana kömək eləyirdi maddi mənəvi cəhətdən, yol göstərirdi, nəsiyyət eləyirdi. Quranla çox ünsiyyət qururdu. Gəlib o mütəvəkkülindir, göndərdi məmurların, gedin imamı gətirin mənim huzuruma. Gəlib gördülər ki, imam namaz qılır və Quran oxuyan haldadır. Yəni Qurana çox bağlı idi. Bu da imamın bir kəraməti, Allah yanından hörməti idi ki, təbii ki, Əhl-i Beyt hamısı bu cür olub. Sadəcə söhbət İmam Əliyə Nəqidən gedir ki, çünki baxın, əsl adı Əli idi. Neçə imamımızın adı Əli idi, amma onların ləqəbləri, xüsusiyyətləri var. Məsələn, Nəqi və Hadi ləqəbi ilə İmam Əliyə Nəqi tanınmışdı öz zamanında. Nəqi yəni pak, təmiz, ruhu da pak, cismi də pak. Düşüncələri də sağlam fikirləri. Və onların yanında olanda pak olur. Mən bəzən öz fikrimlə deyirəm, bu şəriət məsələlərində qardaşlarımız bilir də, xüsusən din xadimlərimiz ki, suların növləri var, mütləq su var, müzaf var, mütləq saf sudur da, yəni nəcasəti pak edir. Onunla dəstəmaz alsan düzdür, qüsl etsən doğrudur. Gündəlik istifadə etdiyimiz su kimi saf sular növünə aiddir, quyu suyu kimi, bulaq suyu kimi və s. Bir də var müzafdır. Yəni tərkibi qarışıqdır. Pak deyil. Pakdır, amma pak edici deyil. Özü özündə təmizdir, amma ondan dəstəmaz alsın batıl olur. Peyğəmbər alı Peyğəmbər o saf suya bənzir. Biz isə müzaf sular qarışıq. Gərək nə eləyək? O safın yanında qalaq ki, təmiz olaq, ruhumuz pak olsun. Peyğəmbər alı Peyğəmbərə salavat deyin inşallah. Allah söhbətimi yekunlaşdırıram. Odur ki, İmam Əliyə Nəqi, bütün imamlara Allahın salamı olsun. Qiyamətə qədər Peyğəmbər alı Peyğəmbər. O salavat ki, biz zikr edir, əziz qardaşlar. O salavatın özü həm əqidədir, həm duadır, həm salamdır, həm də orada bir elmi məsələlər var. Onun içərisində həmin Əliyə Nəqinin də adı keçir. İmam Həsən Əskər ağa olsun, İmam Zaman ağa olsun, İmam Əleyhisselam olsun. Verin, o salavatın içərisində diqqət eləsək, həm nübüvvət var, həm imamət var, həm tovhid var. Allahümmə, tək olan Allaha dua edirsən. Allahım, salamını göndər Peyğəmbərə, nübüvvət və həmçinin alı Peyğəmbəri imamətdir. Demək, biz hər gün salam salavat deyəndə, Əliyə Nəqi də onun içində gedir. Hətta Allah bizə vacib elib, əziz qardaşlar, namazı bitirməmişdən əvvəl o salavatı deyək. Əgər deməsək namazımız namaz deyil.
O hardadır, hansı yerdədir? O təşəvvür ki, deyirik, axırıncı cümləsini ki, salavatla bitiririk. Bəli, onu deməsən namaz olmaz. Amma ondan xaric, başqa yerlərdə nə qədər istəndi, fəzilətdir, savab yazdı. Alimlərdən birinin gözəl cümləsi var, çox bəyəndim, yadda saxladım. Buyurur ki, salavat həm pozandır, həm yazandır. Çox maraqlı bir şeydir. Günahları pozur, savabları yazır. Diqqət edirsin, Allah bizə bu neməti veribsə, müşküllərin həlli salavatla. Günahların bağışlanması salavatla. Niyə? Çünki Allahın ən əziz, istəkli bəndələrinin adı orada keçərlidir. Onlar da əlbəttə bizim üçün dəyərli insanlardır, alicənab insanlardır, mükəmməl insanlardır, nöqsansızdılar. Onlarla dostluq Allahla dostluqdur. Onları sevmək və biz çalışırıq ki, həyatımızda bu Quran ayəsinə əməl eləyək. Hamısı bizə vacib. Amma biri də budur. Qul la əsəlukum aleyhi əcran illəl mavaddətə fil qurba. Allah Teala Resulullah'a əmr edir. Deginən, nəyi desin? Deginən ki, insanlara ki, sən peyğəmbərlik elirsən, mən səni peyğəmbər kimi seçmişəm. Onlardan heç bir dünya mükafatı istəməginən, əcr istəməginən. Boynuna haqq qoyuram, bunu demək sənə vacibdir, vəzifədir. O da nədir? Yaxınları və əhl-i beyti və insanlardan məhəbbət istəginən. Həm sevsinlər, həm itaat eləsinlər. Təkcə dildə sevməsin, əməldə də o sevgini ispat eləsin, sübut eləsin. Bax, bizim bir əsas da hədəfimiz bu olmalı. Əhl-i beyti nəinki sevmək, hətta onların sözündən çıxmamaq, onlara itaat eləmək. Bir hədislə sözümü tamamlayıram, sonra sözü qardaşımıza verək inşallah. Ki, İmam Əli Ən-Nəqidən də mən təbərrük kimi bir hədis inşallah qeyd eləmişdim. Təbii ki, hədislər çoxdur hər imamın özündən. Birini elə İmam Baqirdən deyək, biri də İmam Əli Ən-Nəqidən və Allah müvəffəq eləsin ki, bu hədisə əməl eləyək, inşallah həyata keçirək. Ki, İmam Baqir əleyhissalam buyurur ki, mömin müminin qardaşıdır. Təbii ki, əqidə qardaşı, din qardaşı, nəinki qan qardaşıdır. Mömin müminin qardaşıdır və mömin öz mömin qardaşına şəmatət etməz, heç bir şeyi ondan əsirgəməz və onun barəsində bədgüman olmaz. Fikir verin, həmişə işi yaxşı tərəfə yozar. Dərhal onun pis tərəfini götürüb nöqsanlarını açmaz, eyiblərini açmaz, onu nüfuzdan salmaz, özünə rəva bilmədiyini ona bilməz. Əgər bu xüsusiyyətlər səndə varsa, demək inşallah imanın o dadını sən Allah bizi həqiqi möminlərdən inşallah qərar versin. Və digər hədisdə isə İmam Əli Ən-Nəqiyyahdır, İmam Əli Ən-Hadi ki, 10-cu imamımız, Allahın salamısı ona, Peyğəmbərə, alı Peyğəmbərə ki, buyurur ki, dünya bir bazar kimidir. Diqqət edirsiniz. Dünyanı bir bazara bənzədir, oxşadır. Buyurur, bir dəstə insanlar, cəmiyyət bu bazarda qazanır, bir dəstəsi isə itirir. Bir dəstə mənfəət əldə edir, bir dəstə etmir. Həqiqətən diqqət eləsən, biz ki, hər gün yaşayırıq, fəaliyyət göstəririk, hərəkətdəyik, misal görürsən, nəfəs alırıq, veririk. Bunlar hamısı təbii ki, ömrümüzdən gedir. Kimlər ki, öz ömrünün qədri qiymətini bilir və bu bazarda dünyanı yox, axirəti qazanır, qəflətdə deyil, Allahın rəhmətin, rizayətin, məğfirətinə nail olmaq istəyir. Və bunun da bir yolu əhl-i beytdən keçir o qapıdan ki, onların vasitəsilə Allah'a yaxınlaşmaq, Allahın rəhmətin, mərhəmətin qazanmaq, xoş onların halına. Onlar demək qazanmış insanlardır. O bir dəstə əksinə onlarla düşməndir, Allah'tan qafildir, bixəbərdir, günah içində batıb gedir. Haramlar içində öz ömrünü bihudə, boş yerə sərf edir. Onlar əlbəttə ki, ziyandadır. Allah bizi bu dünya bazarında mənfəət əldə edən bəndələrdən qərar versin inşallah. Və Allah Teala bizi qiyamət günündə Peyğəmbər Əhl-i Beytinin yanında üzü qara, xəcalətli bəndələrdən qərar verməsin. Bu onların şəfaatini bizlərə nəsib eləsin inşallah. Allah Teala bizi hər birimizə Peyğəmbərin Əhl-i Beytinin bu dünyada mərifətlə ziyarətini xüsusilə də
10-cu imamımız İmam Əli Ən-Nəqi əleyhissalamın Samirra şəhərində inşallah ki, atası ilə bir yerdə, oğlunla bir yerdə, üzr istəyirəm, dəfn olur İmam Həsən Əskəri ilə ata-bala gedənlər gedib görüblər, inşallah ziyarətini nəsib eləsin və qiyamət günündə də o günkü ən çətin gündür. Allah bizi inşallah onlara xatir bağışlanmış bəndələrdən qərar versin. Allah bir daha inşallah məclisi bizdən ali dərəcədə qəbul eləsin. Allah inşallah salamı olsun. İmam Əli Ən-Nəqiyə o günkü dünyaya gəlmişdi, pak bir ailədə. O günkü şəhadətə çatdı və o günkü vaxt gələcək, qiyamət günündə qəbirdən qalxıb Allah məhşərinə, huzuruna gedəcək. Və Allah bizi o gündə də inşallah o huzur günündə, məhşər günündə hesab kitabımızı asan eləsin. Dualarımızı, ibadə itaatlərimizi Peyğəmbər, Ali Peyğəmbərin hörmətinə öz dərgahında dərəcəyi qəbula çatdırsın inşallah. Dualarımızın qəbulu üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat deyə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah qəbul etsin, Allah razı olsun. Allah yaran geldi matemel Allah'ın ağrısını salıp başa kara olayım Cihani terk eyledi hadim ayağını derde salıp değil Kanağır Mehdi Zehra'ya Vurur başa cümle huraya Bu mühnet tabut Zehra'dan temanın elden alıp değil Mezlum Ali canım mezlum Ali canım mezlum Ali canım Atası söyler balam vay Cehi ey vay cahil aylay Sitemlemez mum edip oğlun Mutezi melun rengi soldu Çəkildi qavra səmaya Təsəlli əhli vilaya Qoyanda qəbrə atanı oğlu Gözü bulud misli doldu Babamın ölmecin ya değilsen
şeirdir ki, bu qardaşım da buradadır, güzel səsiylə tez verəcəyim məclisə. Amma qəsdim bu da əvvəl İmam-ı Zaman abiyə, nəvəsinə, balasına, fərqi yox, elə balasıdır, nəvəsidir, balasıdır. Təvəssül eləyək, ona xitab eləyək, dərdimizi ona deyək, ağa, baba oğul matəmində başın sağ olsun, ay zamanə sahibi. Bu gecə hadi babağın ölməcini yad eylisən. Göz yaşım bir ixtiyar olmuş rəha yəbnələsən. Leyk Hüseynə ağlasan hər dildə səndən ağlaşayar. Tutmadı bir kəs Hüseynə sün əzaya yəbnəl Həsən. Çox qəribədir, mənə baxın, diqqət edin. Çox qəribədir, imamların rozəsini oxuyanda Kərbəla orada yad olar. Yəni məsələn İmam Rıza ağa dünyadan gedəndə öz səhabəsi deyir, gördüm ağa elə ki zəhr verdilər ağaya. Ağa bitab oldu. Dedim ağa bəstər var, rahat eləyim səni, istirahət elə. Dedi istəmirəm, gördüm İmam Rıza Ali ibn Musa Rızaya, pak vücudum vurdu yerə. Ağa niyə belə eləyirsən? Yana yana dedi, çün babam quru yerlərdə can verib, cana Hüseyin. İndi sən Allah bir İmam Hadiyə bax ginan, matəmi və qurban olum Ali ibn Muhammed yəbnəl Həsən. Can verib hadi vücudi tareban olmadık. Düşmeyibdi cismiden başı cüdaya yəbnəl. Ağa sen de bilirsən bunu, amma şair belə yazıb, gərək xitab eləyəm sənə. Düşmeyibdi cismiden başı cüda yəbnəl Həsən. Vurmayıblar xeyməcahə hadimin otlana. Yani İmam Hadi'nin ne başı kesildi, ne xeyməsinə ot vuruldu. Amma ya vurmayıblar xeyməcahə hadidin otlana. Olmayıb yer başına o gecida yəbnəl Həsən. Mənim sözümün canı var, qulaq as. Ey gerçi hadini çəkiblər məclisi şərbə vəlimir. İmam Əli deyir ki 12 dənə xəlifənin üzr istəyirəm, ruhanilərdən, böyüklərdən, Əbbasi xəlifəsinin xəlifəsinin ən zalimi mütəvəkkil olub, ruhuna lənət. Mütəvəkkil İmam Hadiyə bir dənə zülm eləyib, Mötəzi, tamam bilirik, amma mütəvəkkil bir dənə zülm eləyib, əsəri yoxdur o zülmün, bərabəri yoxdur o zülmün. Dedi, imamı təqib eləyirdi, əskərlərlə təqib elətdirirdi İmam Hadini. Gəldilər, dedilər ki, İmam Hadinin dövrəsində nə qədər əskər var, mütəvəkkil. Hələ bu təqib eləyir, təqib eləyir ya deyirlər bununla. Ki imamın dövrəsində öz dostları nə qədər əskərləri var, dedi çağırın gəlsin yanıma. Bir dənə şərab məclisi qurdu, Allah ruhuna lənət eləsin. Şərab məclisi dedi ki çağırın gəlsin yanıma. İmamı gətirdilər, məlunun bərabərinə gəldilər, gördülər ki qurub mey süfrəsini, haram süfrəni, dedi ki
tələb elədi imamdan. Dedi, qulaq as, dedi ki, bu şərabdan məndən içməlisən. Dedi, o mənim ruhimə, işdirsən, ruhimə, sümükimə, ilgimə, vücudimə haramdır. Eləmə bu işi. Sən mənə təklif eləmə mən onun için. O mənim ruhimə, sümükimə, ilgimə və vücudimə haramdır. Dedi, yaxşı içmirsən, bir dənə şərtim var səndən. Nədir şərt? Dedi, şeir oxu mənə. Allah sənə lənət eləsin. Allah babalarıma da lənət eləsin. Mütəvəkkil bir dənə insan idi ki, İmam Əli deyir ki, İmam Hüseynin hərəmin şumlatdırdı. Əkin yer elədi orada. Fəratın bir qolun bağına bax, Fəratın bir qolun bağlatdırdı, birin qoydu açır. Dedi, açıq qoyun bilirsən, niyə siyasətə bax, gəlsin qəbrin üstündən keçsin, o su içsin, batsın. Bu idi bu. Bu idi. Bunun kişiliği yok idi bunun. Dini koy kenara. Kişiliği yok idi bunun. Dedi onda mənə şeir oxuydu. İmam Hadi. İmam Hadi biləcənim şey. Allah yetişilməz, bunu eləməz. Bir zaman İmam Həsən baxdı, heç kim yoxdur dövrəsində, 4 nəfər adam qalıb. İmam Hadi də o gündəydi ya, bax o gündəydi İmam Hadi. Dedi şeir oxu mənə. İmam Hadi durdu, bir dənə şeir oxudu orada. O şeirlə bunların canına bir dənə vəlvələ saldı, bunun özünün də, dostlarının da. And olsun Allaha, tarixi ged oxuyur. Yazırlar, mütəvəkkil durdu ayağa, düşdü İmam Hadinin ayaqlarına. Dedi, ağa, üzr istəyirəm səndən. Göndərin ağanı imamı qayıtsın öz evinə. Üzr istəyirəm sən. Bunlar hamısı bilirdilər İmam Hadi kimdir, Əhl-i Beyt kimdir. Yabnəl Həsən, gərçi Hadini çəkiblər məclisi Şərbəvəli. Həmən o şərab məclisi, bax. Söhbət eyilib orada dəhham müqtəda. Yabnəl Həsən, Kərbəla Sultanının çoxə kəsik başı gedib. Yəni yerə deyirəm, sən Allah ariflər, abidlər, alimlər bağışlayın məni. İmam Hadinin başı kəsilmədi, evinə oturulmadı, amma buna bayaq Kərbəla Sultanının kəsik, xaxə kəsik başı gedir. Püştü tər, ətfali bağlı qol-qola. Yabnəl Həsən, Zeynəbi qol-qola bağladılar qızlarla, əsir apardılar. Təşdi zərdəyə baxdı diqqətlə Hüseynin başına. Xeyzəran aldı Yazidi bir həya. Yabnəl Həsən, Zeynəbi Kübra baxardı, təşdi sarə, təşdə sarı muztərəm. Məclis əhlimat olubdi, ol başa. Yabnəl Həsən, o qanlı başa hamı baxdı. Rozəm dursun mənim 2 dəqiqə rozəm. Qanlı başa hamı baxdı, amma Zeynəb də bir alay baxdı. Can dədəm oğlu Hüseyin, o baş əllərdən əllərə düşdü. Ay aşıqlər, ay bu gecə bu məscidə gələnlər. Sən Allah, mən deyim, sən bax. O baş gör neçə dənə ələ düşdü. Düşdü Xulinin əli də apardı qoydu külün üstündə. Düşdü Şimrin əlinə, kəsdi yavaş. Düşdü bir rahimin əlinə, ətirlədi yudu, gözlərinin qanın sildi o başı. Ya Abdillah, amma bir dənə də balaca qızın əlinə düşdü o baş. Ay evindən nazidanə qız böyüdənə. Düşdü bir dənə qızın əlinə, gücü çatmadı yar seni qucağa.
kimi söz məni çəkdi Həzrət Rüqəyyə hərəminə. Balaca ruhuma qurban olum Rüqəyyə. Yağmaya gedən xırdaca quşlar əsiyindi. Zulmiyle elinden üzülen çaresi öldü. Canay bala eyninde çaban kardeşinin karesi öldü. Koyol bağlı, ürey dağlı, celayı vətən öldü. Gördü ata başın bu bala qüssədən öldü. Çöllerde kalan bir gece korku çeken öldü. Sesler Yasin Acab bulağa sürsüz yanan kalbinize kurban olun. Sözüm bir olsun kollarına zehra kimi gençi dayanıldı. Ey məzlumən ənəm tək bu dəlili bədən öldü. Ya Allah, ya İmam İzzəman, xanım Zeynəb deyil ha. Qollarına qəmçi, Zəhra kimi qəmçi dayanıldı. Məzlumən ənəm tək bu dəlili bədən öldü. Ekber adı oldu dilinin ezberi öldü. Viranede torpaklar olan besleri öldü. Gessale de geldi, bere gusl eyledi. Ruhsat istediler Hanım Rüqəyyəyə guslu versinler. Ahir sözüm. Ahir sözüm inşallah kardeşim güzel sesiyle devam eləsin. İtiması dua. Çağırdılar, qəssalə gəldi. Qəssaləni Yəcid göndərmişdi, məlun, Allah lənət eləsin. Amma bilmirdilər bu xanım kimdir. Bax, eşitmişsiniz, tarixən bir şeydir, bu çox eşitmişsiniz. Bilmirdilər bu xanım kimdir, gələn qəssalə kimdir, bax. Ey, gördü xərabənin bir küncündə balaca bir məyyit var. Üstünə bir örtü çəkilib, yaxına gəldi o örtüyü çəkdi üzündən. Baxdı, istədi xərabədən kənar olsun. Gördülər xanım Zeynəb tutdu qabağın. Qəssalə, hara gedirsən? Məgər məni adamsız görmüsən? Axı niyə bu uşağa quslu vermirsən? Bək qızlar gəlinlər, hərəmlər ağlayır Qəssalə. Ey, mən Zeynəbəyəm, yollarda pərəstarim olub. Mən Zeynəbəm, evimdə Heydər kərrarim olub. Qardaşımə bərfəz kimi ələmdarim olub. Ay Qəssalə, səslə ya Hüseyn. Dedi, ərz eylədi. Ərz etdi xanımlar, mən özüm yarı Hüseynəm. Qutardım sözümü, iltimasla. Ərz etdi xanımlar, mən özüm İmam Hadi gecəsində. Dayı söz İmam Hadidən başladıq da. Xanım Rüqəyyə şəfaətçimiz olsun inşallah. Ərz etdi xanımlar, mən özüm yarı Hüseynəm. Gör bir neçə müddətdir əzadarı Hüseynəm. Məni Yezid göndərib bura amma mən Hüseynin aşıqıyam, Hüseyni sevənlərdənəm, narahat olmayın. Ərz etdi xanımlar, mən özüm yarı Hüseynəm. Gör bir neçə müddətdir əzadarı Hüseynəm. Hərçənd Yezidə bu sözü söyləmək olmaz. Nədir sözün Qəssalə, buna bax. Hərçənd Yezidə bu sözü söyləmək olmaz. Əllərdə ölübdür bu bala. Qusl eyləmək olmaz. Ya Hüseyin, iki bendim inşallah. Ondan benim Hacı Nail kardeşim
İnşallah səsiylə bərəkətləndirsin. Qurban kəsilim aduma ləbbək, əli ləbbək. Qurban kəsilim aduma ləbbək, əli ləbbək. Gəldim yetişim dadu və ləbbək, əli ləbbək. 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 Hami, hami. Ləbbək, əli ləbbək. Ləbbək, əli ləbbək. Bir gəldi səsin xeymələrə, səbrim alındı. Ağlam etdilir şişə kimi daşa salındı. Urax bir də bu oğul suzatavi yada salındı. Səslə məni fəryadu və ləbbeyk, əli ləbbeyk. 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 Bir də eşq ilə ləbbeyk, əli ləbbeyk. Bir mən də oxuyacağım, bir mən. Görün qardaşıma. Ləbbeyk, əli ləbbeyk. Axır sənidir aləmi dərdim dəvası. Sənsiz yox əli qəlbimin aramı səfası. Rəhm et mənə iki gözümün nur ziyası. Rəhm et mənə iki gözümün nur ziyası. Bax bu evi bərbadı və ləbbeyk, əli ləbbeyk. Bax bu evi bərbadı və ləbbeyk, əli ləbbeyk. Amin. Ləbbeyk, əli ləbbeyk. Ləbbeyk, əli ləbbeyk. Ləbbeyk, bir də ləbbeyk, əli ləbbeyk. Can. Ləbbeyk, əli ləbbeyk. Zeynep'e vida etti kıyamet konağından. Yok yok, kalsın böyle, kalsın böyle. Zeynep'e vida etti kıyamet konağından. Saçlayacağız şanları, öperdi ayağımdan. Sabrın evine bas yeregen, seni yıkmadı. Bazı şanlar yer almıştı. Sıkmadı. Hüseyin çeşride olmaz. Belay giriftari olan imam-ı Aliyen Nebi azadari. Fegâd derdi siperin bu gecmi darinden.
Utanmayıp olarım çeşme eşkibarinden. Tamam-ı âl Muhammed olup belaya düşer, salıp felek oları. Ayrı gəm küsarım Naz kardeşim Aziyel Xan Hazreti Rüqeyye'nin adını çekti. Bu adın bir illeti var. Bu adın bir lezzeti var. Bu adın bir zulmeti var. Abbas yerədir xanım Rüqeyye'nin adı gələ bu məclisdən. Əmməcan dərdə dərman gəlibdir. Gəl açan xəstə yoldan gəlibdir. Kamalınca bu yorğun qonaqdan can gəlib təngə düşdüm ayaqdan. Cana gəlib təngə düşdüm ayaqdan. Sən təbəkdən götür qanlı başı, mən öpüm parçalanmış dodaqdan. Mən öpüm parçalanmış dodaqdan. Sən qılınca bibi şəbnəmazin, mən yuyum qoy atamın boğazı. Mən yuyum qoy atamın boğazı. Evində qız yolanlar yaxşı bilərlər. Qız ataları mənim sözümü yaxşı bilərlər. Allah şəhidlərimizə də rəhmət eləsin. Onların da balaları ağlar qandı. Bu məsciddə sonsuz xidməti olan bizim əziz dəyərli qardaşımız Hacı Kamran da Rüqeyye'nin qapısına təvəssülü var idi. Mən də şahidi olmuşdum. İnşallah bu məsciddən də ruhi şad olar. Bunu atalar yaxşı bilərlər. Xüsusən qız atalarıdır. Əgər evə gec gəlsə atası, birdən onun qəlbinə dəysələr, incitsələr, vursalar, səhərdən axşama qədər heç kimə bir söz deməz. Görərsən atası evə gec gələndə heç yemək də yeməz. Amma o zaman ki, qapı açılar, atası daxil olar evə, nə qədər ki başına nə gəlib, qəlbini incidiblər, döyüblər, vurublar, onu bir-bir atasına deyir ki, ata filan kəs məni vurdu, filan kəs qəlbimi incitdi. Amma xanım Rüqeyye də, xanım Zeynəb də yolda o qədər vurdular, dinmədi. Yolda o qədər zülm elədilər, dinmədi. Amma deyir, bir yer var idi, o xərabənin o çırağı kesmiş xərabədə deyir, gəldi deyir, atasının başı təbəqdə gələndə o xərabəyə, xanım Rüqeyye deyir, əvvəl gəldi, o təbəqin üstün aram elədi. Mən bilmirəm burada ziyarətində kim olub, bilmirəm kimlər gedib xanımı ziyarət edib. Xanımın bir balaca qəbri var, balaca zəriyi var. Allah getməyənlərə nəsib eləsin. Ondan deyir, xanım Zeynəb deyir, gördüm qızım Rüqeyye. Təbəqin üstün aram elədi. Gördü təbəqdə bir kəsi baş gəlib, üzün qoydu o köz dolan, o kül olan dudaqları atacaq.
səni bunlardan istədi bombasız, vurdu beni. Ondan bir əvvəl qollarım verdi qabağa, dedi ata qollarıma bax. Qollarıma o qədər taziyana vurublar, o qədər mənə zülm ediblər, ayaqlarım göstərdi atacan. Ayaqlarımı bu yoldan gələ-gələ tikanlar batıb ayağıma. O qədər dərin müsibəti var, amma istəyirəm inşallah bir nohə ilə bunu əvəz edeyim. Allah bu məclisi bizdən qəbul eləsin inşallah. Gəl istəsə, əziz dəyərli qardaşım Hazirxan da qoşular bu nohəyə, illərin nohəsidir. Lay lay gözümün nuri, gərgə mühədim, lay lay, gərgə mühədim, lay lay, lay lay gözümün nuri, gərgə mühədim, lay lay, gərgə mühədim, lay lay. Ay gənclər altında dildən düşənim, lay lay, dildən düşənim, lay lay. Dərdimin dərmanı, lay lay müqəyyə. Hazır Xəncə bura. Gözlərim qurbanı, lay lay müqəyyə. Gözlərim qurbanı, lay lay müqəyyə. Derdimin dermanı, derdimin dermanı. Ya gözlerin kurbanı, lay lay rugerya. Gözlerin Bani, lay lay müqəyyə. Çeşmem bu başa katil, yolda sana daş vurdu, yolda sana daş vurdu. Bazısı vurup möşem, bazısı yavaş vurdu, bazısı yavaş vurdu. Geldi dile tadiber, geldi sana boş vurdu, geldi sana boş vurdu. Mehmanı gelen məxdəm, əldən gedənim, lay lay, elden gidenim. Derdimin dermanı, derdimin dermanı. Lay lay rüqəyyə. Gözlərim lay lay rüqəyyə. Gözlərim qurbanı, lay lay müqəyyə. ay türfə gülüm məndə, ay türfə gülüm məndə. Sənsiz saralıb solam, sənsiz saralıb solam. Tozlu telə baxdıqca, tozlu telə baxdıqca, qəmdən saçımı yollam, qəmdən saçımı yollam. Neynək gözəlim, neynək, neynək gözəlim, neynək. Qəssalın özü ollam,
Səs azdır, niyə səs azdır? Gözlerin kurbanı, lay lay rügay. Ey gözlerin kurbanı, lay lay rügay. Ey bu Şam'a gelen günler, baktın yola her gün sen. Öz hacetini aldın, ezbez kapı döndün sen. Dur bir görüşey bari, benden niye küstün sen? Benden niye küstün sen? Zili acısın diye Lay lay şirin suhanim lay lay derdimin dermanı lay lay rügayya. Gözlerin kurbanı. Lay lay rügayya. Gözlerin kurbanı lay lay rügayya. Miskildin elem cani, miskildin elem cani. Cismin arada kalsın, cismin arada kalsın. Emmen gecenin vakti, emmen gecenin vakti, hansı kapını çalsın, hansı kapını çalsın. Qəbrin bala kim qalsın, qəbrin bala kim qalsın, xələt bala kim alsın, xələt bala kim alsın. Ay kalsın gelelimde, yok Ak kəfənim lay lay, yox ak kəfənim lay. Dərdimin dərmanı, dərdimin dərmanı. Can. Kurbanı lay lay rügayyalar. Gözlerin kurbanı lay lay Zeynep gezerdi heyran, meydan-ı Kerbela'ni. Gördü düşündü bilsen, Sultan-ı Kerbela'ni, Sultan-ı Kerbela. Zeynep gezerdi, Zeynep gezerdi heyran, meydan-ı Kerbela. Gördü düşündü, gördü. Düşürdü Veysel, Sultan-ı Kerbela'ni, Sultan-ı Kerbela'ni. Çün gördü pare pare, on şav iken sipahi, tuttu üzün semaya, arz eyledi ilahi. Bunu öldürenler alemden hansı şahi, salmış ne hale görşim mehman-ı Kerbela. Zeynep gezerdi. Mehman-ı Kerbela. Zeynep gezerdi, Zeynep gezerdi heyran, meydan-ı Kerbela. Hamı desin. Zeynep gezerdi heyran, meydan-ı Kerbela'ni. Gördü Düşündü bilsen,
Sağ ol. İstirsə ki, geçsin Kamə piyadə qardaş Çox zülmlər alındı Kərbin bəladə qardaş Məhşərdən xali geçsin Divanı Kərbəlanı Divanı Zeynəb gəzərdi Zeynəb gəzərdi heyran Meydan-ı Kərbəlanı Kömək edin, herkes desin ha Kərbəlanı Gördü, düşürdü bezər Meydan-ı Kərbəlanı Meydan-ı Kərbəlanı Aman binay duraydım Biçarem o marusin Göz yaşını köçmerdin Ruhsarem o marusin Gördü düşürdü neşi Sanan-ı Kərbəlanı Sanan-ı Kərbəlanı Zeynəb gəzərdi heyran Meydan-ı Kərbəlanı Bir də Zeynəb gəzərdi heyran Meydan-ı Kərbəlanı Gördü düşürdü Sultan-ı Kərbəlanı Zülfün yolun diyərdi Ey namurad qəbul Bir ləhzə olmadım mən Dünyada şadəm oğlu Uruzigan, Uruzigan, Uruzigan elindən Feryadula saldı nətir ərayət İcra-ı Kərbəlanı İcra-ı Kərbəlanı Zeynəb gəzərdi heyran Meydan-ı Kərbəlanı Zeynəb gəzərdi heyran Meydan-ı Kərbəlanı Gördü düşürdü bizler Sultan-ı Kərbəlanı Sultan-ı Kərbəlanı Allah bu məsciddə keçirilən bütün məclisləri, əza məclisləri qəbul eləsin. Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin. Məxsusən qardaşımız Kamranın da Allah ruhunu şad eləsin. Allah bu kənddə nə qədər ruhanilərimiz, ağsaqqallarımız, şairlərimiz, məddahlarımız olub, haq dünyasındadılar. Allah ruhlarını şad eləsin inşallah. Allah bu məclisi ali dərəcədə qəbul eləsin. Allah Bəqiyyətullahın həqiqi nökərlərindən, xidmətçilərindən bizləri qərar versin inşallah. Allah Seyyid Zavra, Hacər Xana, Hacı ailə can sağlığı versin. Allah qardaşı kişinin ruhunu şad eləsin inşallah. Cəmiyyət məclisimizin ali dərəcəsində qəbuluna salavat zikr ediyor. Allahümme salli ala Muhammed صلواتك عليه وعلى آله في هذه الصلاة وفي كل
نسكنه أرضك الزهراء وتمتعه فيها كريما برحمتك يا أرحم الراحمين. قبول زيارة قبول عبادت İmamın inşallah zevvari olan bahar Ağa İmam-ı Zaman Ağa'nın zuhurunun tecilline Bin nebiyyina ve ale ve bil fatihati ma'as salavat.